Davam edirik dostlar. Davam edirik dostlar. Vay 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 vay. Bu kutu əvvəl gündən Hüseyin Gül üçün gəlib. Və içində açar var. Çox maraqlıdır mənə Xoşqədəm xanım. Siz müdrik qadınsınız da, 15-16 ildir veriliş aparırsınız da, hər cür Hüseyin kimlərin hər sortunu görmüşsünüz da. İnanırsınız bunlardan ailə olacaq? İnanıram. Mən də inanıram Könül xanım. Çünki Hüseyin əziyyətlər və çətinliklər çəkmişdə ailəsini qoruyur. Mən elə gəlir ki, ailəsini elə yerindən sirkələyən Hüseyindir. Sadəcə, baxın, Könül xanım, mən bunu öz həyat yoldaşımla da, yəni o da uşaq evində böyüyüb deyə, o da kiçik yaşlarından uşaq evində yaşayıb, ata-ana üzü görməyibdir. 18 yaşında anasından görüşüb, atasını tapıb. Məsələn, ailə söhbətlərində mən ilk vaxtlarda, ilk 2 ilimizdə çox böyük əziyyətlər çəkmişdim. İlk 2 ilində çox əziyyətlər çəkdik. Çünki səbəb var. Mən ailədə böyümüşdüm. Doğuş bəy uşaq evində böyümüşdü. İndi Ayşad ailədə böyüyüb ana yanında. Hüseyin uşaq evində böyüyüb. Hüseyini ailə edəcək odur. Qadındır. Necə ki mən bunu belə qürur hissi ilə deyirəm ki, bunu mənim həyat yoldaşım da öz müsahibələrində dəfələrlə Türkiyədə vurğulayıb. Mənə ailə qavram, ailə dəyərini, ailənin necə olduğunu, modelini mənim həyat yoldaşım göstərdi. Çünki 2 il çox böyük əziyyətlərdən keçdim. Çox böyük əziyyətlərdən keçdim. 2 il elə bir yəni əzablar yaşandı. Amma o 2 ildə mən onu nə tamaşaçıma, nə evdə atama, nə anama, nə də kimsəyə bildirmədən ailəm bugün çox şükürlər olsun. Düzdür, qisməti yazan Allahdır, heç kəs bilmir nə gəlir başına. Allahdan gələn bütün gözəlliklərə açıram, gəlsin bütün gözəlliklər. Amma qadın böyük qüvvədir. Ailədə də, işdə də, həyatda da. Qadın olarsa, qadın istədiyi nə varsa bu həyatda edə bilər. Yetər ki, qadın istəsin. Qadın istəməsə dağıdar, qadın istəyərsə qurar. Bunu mən bilirəm. İndi Hüseyndən çox bu ailə üçün savaş göstərəcək şəxs bu qadındır. O çünki ana ata görmüşdü. O bilməli idi ki, uşaq evində böyüyən bir oğlanla ailə qurur. Ailə dəyəri bilmir. Anaya, həyat yoldaşına münasibəti necə göstərmək lazımdır, onunla necə davranmaq lazımdır, uşağı necə qucağına almaq lazımdır, uşağı necə sevmək lazımdır, uşaqla necə davranmaq lazımdır, danışanda hansı səs tonu ilə danışmaq lazımdır. Bunun heç birini Hüseyin nə atadan, nə anadan görməyib. Bəli, müəssisələrimizdə gözəl mütəxəssislərimiz var. Çox şükür Allah dövlətimizi var eləsin. Bugün uşaq evlərində, bugün yaşlılar evindəki vəziyyəti biz görürük, əladır. Amma gəlin etiraf edək ki, nə qədər böyük güc, qüvvət, sevgi də verilsə, atanın, ananın evdə götürülən o belə nümunəki var, o orada yoxdur. Bunu etiraf edin. Ona görə Hüseyini mən heç nə deməyəcəyim Hüseyini. Xoşqədəm xanım, mən dəfələrlə Hüseynin olduğu o müəssisədə olmuşam. Düşünün ki, Hüseynin körpəliyi elə bir vaxta düşübdür ki, o məktəb, o müəssisə elə deyildi. Onlar o qədər əziyyət çəkiblər. İstiliyi belə yox idi. Sağ olsun, təbii ki, mən buradan dövlətimizə çox təşəkkür edirəm. Eyni zamanda Heydər Əliyev fondu bilirsiniz ki, o müəssisə, bütün uşaq müəssisələrini təmir etdirdikdən sonra artıq o uşaqlar sanki xoşbəxt oldular. Mən Hüseynin olduğu müəssisədə özüm əynimdən üst geyimi soyunmayıb oturmuşam. Hətta direktorun otağında belə. Yəni o uşağı özdə xüsusi tipli bir müəssisə olubdu. Ona görə də çox xahiş edirəm ki, Ayşə, səndən çox xahiş... Daha çox qorumalıdır, ailəsini Hüseyin. Yox, bilirsiniz necədir? Yox, Xoşqədəm xanım biraz əvvəl görürsünüz necə gözəl fikirlər söylədi ki, yəni o
ailə görən insanla görməyən insan arasındakı fərqi müqayisə edəndə daha çox qədrini bilməlidir. Yox, o məsələdən elə uşaqlar çıxır ki, hamısı Hüseyin kimi deyil ki. Aydındır, gəlin belə eləyək. Ayşat sevinmədim. Yox, sevindim əslində. Niyə Ayşat? Həqiqətən də sən deyəsən, Ayşat mənə, bəli, gözdən bilinir sevir. Gözdən bilinir. Ayşat mənə təklif eləyibdi ki, mənim atamın evinə sənədlərini düzəltməyə kömək eləyin. Biz elə mən Hüseyninlə heç nə istəmirəm. Danışdı Ayşat, mənə demişdin o taxtı onları. Bəli, əvvəllər demişdim. Sonra gördüm ki, Hüseyin razı olmaz. Odur ki, Hüseyin ürəyi necə istəyir, elə də olsun. Yox, fikrində deyirsən. Bəs yaxşı, Yo, Hüseyin necə? Oranı qızıldan eləsiniz, Xoşgədəm xanım. Mənə burada heç nə olmasa, bax, and içirəm burada milyonların qarşısında. Əgər mən o Samuxa getsəm, bir dəfəli getsəm, məndən axmağı yoxdur bu respublikada. Bax, mən milyonlar, küçədə qalacam, mən getməyəcəm. Onun məqsədi zaten odur, Xoşgədəm xanım. Və mən belə şeylərə görə əsəbləşirəm. Mən belə şeyləri, bu şərait yaradır, mən gerək kimsə, bax, eləməsin də. Qırırsan bir-birini, bax, burada bir şey deyirsən, gelirsən orada, bunun evinə getmək istəyirsən axşamları. Niyə getmək istəyirsən ona? Toyuq əti yemək istəyirsən? Yox, neyimizə lazımdır biz kim tanımadığımız evə getməliyik, kimsənin evinə? Qırağına ayrıca bir dənə şey var idi, arxada şəkilimizi çəkdilər bizim. Tanımırıq Nə eləmirik. deyirsən, mən boynuma niyə qoyursan köz elədiklərini? Mən demişəm, gedək. Mən ona görə gəldim ki, bu mən nə qədər eləyəm, bunu Ay qardaş, bilmir də. mən hələ bir dəfə sənin həyat Fikrini yoldaşına açıq bir ki, kəlmə bax, xoş mən söz sənə dediyi dedim. görməmişəm. O qutuda açar var. Allah sizə Və olsun. o açar Allah can sizin sağ üçün eləsin, gəlir. xoş Amma gəlin. hələ deyənim. Ancaq mən sizə bir şey deyim. Fikrinizi dəqiqləşdirin. Mən sizdən çox xahiş edirəm, Xoşgədəm xanım. Fikrinizi dəqiqləşdirin. Məncə burada Ev xatirinə yox da. Bəli. Xoşqədəm xanım, mən sizə bir dənə söz deyim. Əgər Xahiş edirəm. bugünkü gündə siz Günelə desəydiniz ki, Günel bu hadisələr sənə gəlib, o qız oradan atlanardı sizin üstünüzə. Hə. O qədər sevinərdi. heç onlar fikir vermədi. Ayşənin reaksiyası olmadı və inanıram ki, valla bu yəni Hüseyni oyuna gətirmək istəyir, ev sənədlərini həll etdirmək istəyirlər Xeyr. və sonuçta da Hüseynə bir dənə təpik vuracaqlar. Bütün problemlər də Xeyr. Yəni gedişat Rəman oldu. bəy, Yaxşı. səhv deyirsiz. Bugün burada Hüseynin Artıq işi var, ev razılaşmıram. məsələsi də ki həll olur, düzdür? İnşallah, Bundan xeyirlisi yaxşı nə olsun. ola bilər? Amma Əlbəttə səndə ki, nöqtə qədər düzdür. bir sevinç, adını hissi görmədik. Bundan yaxşı. Nədən Ay, yorulub? Rəman bəy. Nədən yorulub? Yorulan şəxs bəy. odur. Yorulan Rəman bəy, Siz eşidirsiniz məni. qayğısız, dəyərsiz, hörmətsiz yaşayır o Xeyr. qadın. O Mən qadının yerinə heç əvvəldən də keçməmini Könül arzulamaram xanım. mən. Böyle çıxanı mənə yiyirsiniz, deyin də. O vəziyyəti kim yaradıb? O vəziyyəti Tanıda olmuşam. Necə Hüseyin ona qarşı nəvaziş göstərdi. o vəziyyəti yaradan mən əvvəldən Aşağıda deyir ki, Bir dəqiqə, xahiş edirəm söz yerinizdə olun. Get bir problemini həll elə. Söz danışan olub bu da. Mən əvvəlki günlərdən Hüseynin yoldaşına və uşağına göstərdiyi qayğını görmüşəm. Uşaq ağlayıb, dərhal Hüseyin hərəkət edib. Amma Hüseynin vermirəm bugünkü qayğı, gündə sevgi, bu vəziyyətə ehtiyat. gəlməsinin yeganə səbəbi xanımın elədiyi hərəkətlərdir. Nə edirəm Hüseyni ki, pis alçatdı, hərəkət edirəm? iş yerində Xeyr, sındırdı, mən nə sındırdım, cəmiyyət nə- içərisində onu mənim nə pizikdirdi. bunu təməksin Bugünkü edirlər. gündə də vəziyyət budur da. Ailə o qədər Xeyr. qapalı bir mühitdir Sındırılan ki, da biz mən. bilmirik onların Mən ikisinin pis vəziyyət- arasında nələr baş verir. Burada Hüseyin demonstrativ şəkildə göstərə bilər ki, ay mən belə atayam, mən belə Kənardan da ərəm. elədi də. Amma Ailədə biz ailənin içində O xanım yoldaş, verirəm. xanım Ailənin qısqanır deyə silkələyiblər. Hüseyin ofisə daxil olmur. Soyuqda kənarda durur. Mən də deyirəm, görürəm ki, getməsin. ona dəyər verir də. Mən deyirəm, getməsin. Mən ona hörməti Allah'ın uz Xoşgədəm xanım. Bu müziyerdə Allah sonra da Ayın axırı məcbur. birindən. Sağ Ay, olun. xoş mənə gələn peyğəmbər xanım, mən təşəkkür deyirəm ederim. ona Yəni, getməsin. Bir dəqiqə, ayın Ayın birindən birindən. tam ştata keçmədi. Hələ də Ramal bəy onu tam ştata keçirə bilmir. Keçirə Ayşada bilmir. görə. Mən demişəm, keçirməyin. Ayşat deyib işdən çıxmalıdır da. Mən deyirsən, işdən Bəli. çıx. O da Neyniyək? Mən qorxusundan istəmirəm girmir. orada işləməyi. Güvənmir də Ya qardaş, biz güvən ya da sarsıntısı kim? var artıq. Xoşdam xanım, bu ailədə Onun güvən öz sarsıntısı var. problemidir. Sən səhv vermirsən də, sən bu ailə düzəlmir. Çünki sən səhvi görmürsən, əzizim. O görür, o əvvəl məsəl üçün dedi ki, boşanmaq Bir istəyirəm. də, Sən özündə səhv görmürsən. Sən desən ki, ancaq Ayşə səhv. Deyin mənə ki, o səhvimi düzəldim də. Mən işlə bağlı, Vermirsən. sən gedib Ramal bəyin yanında Gəl qucağımda gəlsin səni. Gəl. Mən vermə. Bu nə hərəkət deyirsən? Ayıb deyil. Dəyər nətər olur? Başına Yəni olur ki, gəlirsən qızla açmırsan TikTok, saçı tökülmür üstüvə, canlı yayıb açmırsan, Sehran bəy, aşağıdan dəyər açırsan. necə olur? Cavab verin. Deyin, demə. Mən Dəyər deyim nətər də. olur ki? Mən Hüseyin haqqında deyilən 20 cümləni bir cümlənə demişəm. Hüseyin etibarsız bir ailə başçısı. Qurtardı getdi. Tamam, mən sözüm yox. Nəyə əsasən etibarsızam? Nəyə əsasən? Hüseyin çox Ramal bəy, mən deyim, mən
Seyran bəy ona etibarsız deyir. Çünki dünənləri xanım oturub orada, saçlarını töküb, bu da əyilib, istər-istəməz bir-birinin qulağına söz deyirlər. Bu da qadındır da, oturub kənarda... Niye demirsiniz ki? Hə. Ben Bir Hüseyin ona dəqiqə, dedi ki, Hüseyin, bircə dəqiqə. Gel Mən burada sənə otur. deyim, Hüseyin. Gel yanımda biri söhbət elə otur. O gelme. Ben de qayıdım ona ne dedim? Demədin. Ay Xoşqədəm xanım, sözlər var, mənə bayaqları gəldi, oturdu yanında. Dünən elə eləyəndən Sən sonra 5 dəfə qayıtdın dedin bugün ki, üstəlik otursan. sən burada oturacaqsın, sən burada Onda oturacaqsın. Kö- Könül xanım. Gelmedi. Mənə Hüseyin. dünən gəlib oturmaq lazım. Könül xanım, Yekun yaxşı olsan. bir dənə sual Dünən verim də. oturmuyor, özü Bu istəyəndə günkü gəlir, özü gündə istəyəndə gələcək, elə şey Hüseyin, olur. Ayşət bir dənə xanımın orada saç məsələsinə görə ailəmi qatdı bir-birinə, düzdür? Ailəm Bu- qatmamış, qulaq amma asın, bir heç dəqiqə, kim bir qəbul dəqiqə, eləməz. bir Özünə dəqiqə. hörmət eləyən xanım Bir qəbul dəqiqə qulaq eləməz. as, bir dəqiqə. Yaxşı, bu Sən o hadisədə, qadının bu özünü hadisədə, bu parçalayar. görüntüdə Hüseyin yaxınlaşıb. Nə əcəb sən reaksiya Dedim vermisən? də, Nə dedim reaksiya də. vermisən burada sən? Hamısına reaksiya verəndə Xeyr. mən Ay, vermədiyi sözlər qaldı. qardaş, Nə elə Heç bilirsən? bir deyil, reaksiya Amal, verməsən, elə sənin deyil. məqsədin nədir? Xeyr, mənim Hüseynin məqsədim orada işləməsini Ayşət, istəmirsən. Ayşət, Bilirsiniz necədir? Mən özüm müdafiə etməyə çalışıram. Bugünkü gündə mənim müdafiəmə görə siz məndən spora çıxırsınız. Reaksiya necə Niyə? olmalıdır ki? Reaksiya Bir dənə verirsən, xanıma reaksiya gücünüz çatır. Bir saniyə, xahiş edirəm. Nə olar ki, haqlı, haqsız. Bir dənə görün nə var, nə yox da. Elə qıraqdan baxırsınız, danışırsınız. Niyə haqqın tərəfində durmursunuz ki? Həm suçlu, həm güclü. Kimdir suçlu, kimdir Görünən güclü? tərəf də var, görünməyən tərəfi də var. Görünən tərəf nədir, görünməyən Görünməyən tərəf tərəfini də görün də. Deyin görək nədir? Mən niyə deyirəm ki, özünüz Dünən də müşahidə hər edin. şey Xanım, demirsən mən- də Ayşət. Dünən görüm. Görünən tərəfi mən deyim sənə. Mən görünməyən Sən tərəfi Hüseyni Dinlə, sıxma boğmaya salmısan. Mən Nə sıxma bir tədbirdə boğmaya iştirak salmıram. elədi, nə Mən işçinin dedim, birinə getməyin salam tədbirə, verib, mən dedim, nə o tədbirə içəriyə getmə. daxil olur. Dəhşətləri mənim üstümə niyə düşürsünüz? Mən Ay xanım dedim, sən tədbirə eləmisən də. getmə. Mən Hüseynə gəlib deyirəm ki, ay qardaş, niyə keçib Yanvarın içəridə oturmusan? birindən keçməlidir. Deyir ki, ay müəllim, mən bura yaxşıdır, qoy burada başım dinç durum. Çünki gündə 20 dəfə yığırsan ki, harda oturmusan, harda durmusan. Ona görə belə olur. Maraqlanmalıyam da. Elə maraqlanırlar. Necə maraqlanmalıyam Əgər Hüseynə ki? canın yanırsa sən ona deməlisən ki, Nə ay Hüseyn, bilirsiniz ki, soyuqda mən ona nə oturma. deyirəm, nə Bu demirəm. xanım Elə bil ki, ilk gündən telefonun qısqanc oldu. Bu sonra yanındasınız. dəyişməyib. Bu Dəhşət xanım elədi. bu xəstəlikdir, qardaş. qısqanclığını bir uza verib. Hər zaman da Yoldaşımla belə. Sən niyə qəbul maraqlanmayım, etmirsən? Bu nəyimsən, olsa belə nəyimsən? qəbul edir. Gedəndə bu qız Vəziyyətini, hər gün baş Ayşət, ağrıyır. Ağrımadığı gün Ayşət, yoxdur. üzr istəyirəm. Maraqlanıram görün başının ağrısı, Ayşət, üzr təəssüf yox. istəyirəm. Nə bilirsiniz mən nə deyirəm? Elə bir telefonun yanındasın. Niyə ağrıyır başım? Öz-özünə ağrıyır başı. Özü deyir də nə demirsən? Hüseyn nə deyir zəng eləyib sənə, qardaş? Hər gün zəng eləyir nə deyir? Sən başın məndən əvvəl ağrıyırdı zaten. Görürsən? Yəni Rama o gəlməkdə Əvvəlki səbəbsiz olmadı da. Bu həyatım video mənə yayıldı deyə canlı yayım açdı, saçı düşdü üzünə. Ondan sonra gəldi. Əvvəldən belə deyirdi axı bu xanım. Nə qədər sevinmişdi sənin yanında işə düzələndə, sənin minnətdarlığını bildirmişdi. Amma artıq güvən sarsıntısı yarandı bu xanımda ki, çünki gördü ki, adi bir dənə canlı yayım açsın. Zəhərə döndü. İnşallah mən bu vəziyyətə salananda günü zəhərə dönər. Şey deyim də Hacı bəy, bilirsiniz, indi artıq hamı başlayıb da Ayşadı qıcıqlandırmağa, bilirsiniz dəqiqə, niyə? bir Onun dəqiqə, qısqanclığını sən- bir dəqiqə. artıq bilirlər. Artıq bilirlər, İnsanlar da bunların qısqancdır. boşanmasının tərəfdarı, çox təəssüflər olsun deyə. Amma da sən reaksiya vermirsən. Mən inandım, güvəndim. Bir dənə sırrım, bütün sırrımı kim açıb deyibdi. Mən bir dənə sırrım vardı, ona kim açdın dedi. Kimə deyibdi? Efrə dedin də. Efirdə elə bir Ayşənin şey. məqsədi buydu ki, yəni evlənməmək, uşaq götürübsən, hər şey demisən. Sizi. Hə, mənim üçün sır idi, sənlə mənim aramdaydı. Hər şey demisən də, daha nə qalmayıb deməmiş. Amma mən sənin bütün sırlarını saxlamışam, Belə eləmə. Narsist sən elə. Bu nə sözdür? Xanım o sir deyil, o fikirdir. Özün eləyirsən, mən boynumu atırsan. Özü psixoloqdur, amma psixoloq ehtiyacı var. Hər kəsin Psixoloq psixoloq da- ehtiyacı. Mən də bu vəziyyətə salan sənsən, mən deyil. Gedirəm, bax Ayşət, mən nə edir? Bax hər şey söhbət niyə yaradırsan? Mən yaratmam, Pis eləyirəm sən sənə. o şəraiti Pis yaradan. eləyirəm. Mən sənə pis Xoşlayıram deyirəm. xanım, əgər məni deyirsinizsə belədir. Bax mən onu xoşlamıram. Gətirsin mənim ona yazdıqlarıma da baxın. Bunun mənə verdiyi cavablara da baxın. Əgər mən daha nədən sübut eləyim özüm? Başa dönüm. Gətir. Məndə də var. Gətir mən Telefonu telefonu. gətir. Mənim üçün həqiqətən maraqlıdır. Məndə də var. Görüm bu sevgi necə sevgidir. Mənim ona Görüm yazdıqlarıma necə baxın. sevgidir. Görüm yazırmı ki, əzizim necəsən, başın ağrıyır. Başın ağrıyır əzizim. Görüm necə danışmısan. Bu arada mən sən aç onu görüm nə yazmısan. Amma Zülfiyyənin şəkli ekrana gəlsin. 3 yanvarda itkin düşüb Göygöldən. Gürcüstan nömrəli bir maşına mindiyi deyilir və Zülfiyyənin həyat yoldaşı Əhliman studiyadadır. Buyur Əhliman studiyaya. Zülfiyyəni axtarırıq. Tanıyan, bilən varsa 050 501 0147-yə zəng etsin. Əhliman studiyaya.
Buyurun studiyaya Əhliman. Zülfiyənin həyat yoldaşıdır və Zülfiyənin şok səs yazıları bizə deməli əlimizə keçib. Dəhşət. Nədir? Zülfiyənin həyat yoldaşıdır. Buyurun. Nədir Könül xanım? Nə oldu Vəfa? Mikrofonu bir Vəfaya ver. Ay Vəfa, üzünü o tərəf bu tərəfə çevirdin. Nə oldu? Hə? Heç nə. Sağları aşağıla Anladın, baxacaq. elə elədin ki, elə bil ki, sən yaxşı həyat yaşayırsan. Həyat yoldaşı bundan çox üstündür elə bil. Yox, nə yox. Yox, kimisə indi biz Rasim bəyə nə olub nəsə ki? Bir Rasim Maşallah. gözəldir bir də sən. Rasimə nə olub? Gül kimi övlad yetişdirib, bax, Əli, mən ona fəxr eləyirəm. Xoşqədəm xanım, Hə. bu uşağına mən fəxr eləyirəm və dünənki məsələni də mən bildiyim xəstəliyinə bağlı və mən ona dəstəyəm. Yəni Axıra- xəstəliyinə də Bəli. sağalması üçün. Sağalması üçün nə lazımsa dəstək verəcəm və axıra qədər də ona qardaşlıq eləyəcəm. Gül kimi uşaq böyüdüb də. Sən nə eləmsən? Deyirəm öz işinlə məşğul ol. Yox, nə eləmsən? Deyirəm öz işinlə Yox, məşğul ol. biraz etik Öz qaydaları işinlə məşğul ol, gözləyək. Biraz Mənlə işi olmasın o. Bəs Yox, iş yox, elə burada sənləndir. Niyə İşinlə səndən olmamaq? məşğul ol. Qız uşağı böyüdürsən, onu nə gündə evlad Mən böyütmək? işinlə məşğul ol. Yox, deyəcəm nə gündədir evlad böyütmək? Kimi? Qız övladına. Mən nə olur ki, saçı, qız- başı nə gündədir? Küçələrdə Heç qalmalı utanırsan nətər sən olmalı? bundan? Küçələrdə qalmalı nətər olmalı? küçələrdə qalır? Küçələrdə qaldığına getdi. Küçələrdə qalır, sənin başına bit düşsün. Qızın Nə? başına niyə bit düşür? Mənim başıma bir düşür. Deyirəm ki, küçədə qalırsansa sənin başına bit düşsün. Qızın başına niyə Onun bit düşür? paltarın qeydi düşdü. Onun bunun paltarını Hə. geyməyə düşdü. Niyə yalan danışırsan? Allah haqqı. Baxımsızlıq, Məktəbə də getməyib ki, keyfi- deyəm məktəbdə düşüb. Qaldığınız evi gördüm də. Hansı vəziyyətdə o? Bizim evimiz. Sizin qaldığınız evdə. Harda görüb bizim evimizi? çəkiliş eləmişik. Çəkiliş Orada olmadı. mən nə vaxt çıxmışam ay müəllim. Mən orada Elə qoyub çıxıbsan da elə. Hə, qoy Sən də nədir? sərindir Ev də. üstünəm. Rasim gəl çıx ortaya. İndi də səni mən gözləyəcəm. Gəl Rasim. Rasim gəl DNK-nı açaq. Gəlir Rasim. Bu Rasim 9 dənə arvada o evə gətirib hamısını. Gəlir Rasim buyursun. 7 dənə. 9 yox, yalan deyərəm. Bu qadınlar nə ağılla gəlib giriblər? Gəldi bu evə? artıq, gəldi. Peykər gəlir. Qısa bir ara veririk. Qısa bir aradan sonra